Salamlar, hər biriniz xoş gördük. Bu video dərs zamanında bir məchullu xətti tənliklər və yaxud da bir dəyişənli xətti tənliklər mövzusunu verəcəm. Ümumilikdə bir məchullu xətti tənliklər AX bərabərdir B formasında, bəzi kitablarda isə AX üstəgəl B bərabərdir 0 şəklində qeyd oluna bilər. Və bu tənliklər sisteminin həll üsulları əsas 3 həll üsulu vardır. İndi bunları qeyd edəcəm. Birinci növbədə yeganə həlli var. Yəni bir həlli var. İkinci növbədə sonsuz sayda həlli var və üçüncüsü boş çoxlu. Həlli yoxdur. İndi burada hansı şərtlər ödəndikdə yeganə həlli var, sonsuz sayda həlli var və həlli yoxdur qaydalarını öyrədəcəm. İlk növbədə biz bilirik ki AX bərabər B'də A hər hansı bir ədəddir, B də hər hansı bir ədəddir, X isə dəyişəndir. Ona görə bir məchullu, yəni bir dəyişən tənlik adlanırdı. Burada əgər A fərqli 0, yəni A sıfırdan fərqli bir ədəd olarsa, B istənilən bir ədəd olarsa, onda tənliyin yeganə həlli vardır. Misal üçün 3x bərabərdir 7. Onda x nəyə bərabər olur? 7 bölünsün 3'ə. Həqiqətən də tənliyin bir dənə həlli var, o da 3'də 7. 7 olmasa, misal üçün 27 olsa, 27 bölü 3 x bərabərdir 9'a bərabərdir. Həqiqətən də x'in 9 qiymətini, yəni 3 vur 9 27'yə bərabərdir. Yeganə həlli vardır. Bəs nə vaxt sonsuz sayda həlli var? Əgər A bərabərdir 0, B də bərabərdir 0 olarsa, onda ifadəmiz 0 vurulsun x bərabər 0 şəklində düşər və görürük ki x'in yerinə hər hansı bir ədəd, istənilən bir ədəd yazsaq, misal üçün mənfi ədəd yazsaq 0 olsun mənfi 10 məsələn 0'a bərabərdir. Yəni burada görürük ki həqiqətən x'in yerinə istəyiriksə mənfi ədəd yazaq, istəyiriksə 0'ın özünü qeyd eləyək, müsbət ədəd yazaq. Misal üçün 0 vur mənfi 10 ilə 0'a bərabərdir, 0 vur 0 ilə 0'a bərabərdir, 0 vursun 100 ilə 0'a bərabərdir. Yəni x sonsuz sayda həllər alır. İstənilən qiymətində cavab ödəyəcək. Burada yeganə qiymətində cavab ödəyəcək. Burada isə istənilən qiymətində cavabı vardır. Bəs nə vaxt həlli yoxdur? Ümumiyyətlə həlli nə vaxt olmur? Əgər misalımızın şərtində A bərabərdir 0, B 0'dan fərqli ədəd alarsa, baxın, A 0'a bərabərdir, B 0'dan fərqli bir ədəddir. Onda ifadəmiz 0 vurulsun x bərabərdir. Misal üçün hər hansı bir ədəd 8'ə bərabərdir. Biz x'in yerinə neçə yazsaq 8'ə bərabər olar? 0'ı neçəyə vursak 8'ə cavab bərabər olacaq. Çox vaxt yazarlar müəllim 0 vur 8 8'dir. Yox. 0'ı istənilən ədədə vursaq, istənilən ədədi 0'a vursaq, elə 0'ı da 0'a vursaq, hamısında cavab 0'a bərabər. Yəni 0 vurulsun 8 0'dır. 8 vur 0 0'a bərabərdir. 0 vurulsun 0 elə 0'a bərabərdir. 0 böl 8 elə 0'dır. 0 böl 0 və yaxud da 8 bölünsün 0 yoxdur. Ümumiyyətlə 0'a bölmə yoxdur. Siz kalkulatorda yazıb da görə bilərsiniz. Orada qeyd olunur. Səhvdir, 0'a bölmə yoxdur. Amma 0'ı ədədə vursaq, ədədi 0'a vursaq, 0'ı 0'a vursaq, onda cavabımız 0'a bərabərdir. Yəni burada x'in yerinə neçə yazırıqsa yazaq, həmişə cavab 0'a bərabər olacaq. Burada qeyd olunan 8 heç vaxt olmayacaq. Onda tənliyin həlli yoxdur deyə qeyd edirik. Həmişə 0'a bərabər olacaqdır. Mövzunun qayda izahları bunlardır. Yeganə həlli olması üçün A fərqli 0, B istənilən ədəd. Sonsuz sayda həlli olması üçün A da B də 0'a bərabər olmalıdır. Və həlli olmaması üçün A bərabərdir 0, B fərqli 0 şəklini ödəməlidir ki, o tənliyin həlli olmasın. Mövzu izahımız bu qədərdir. Cəmi 3 qaydadan ibarətdir. Növbəti videolarımızda artıq mövzunun test izahlarının həllini göstərəcəm. Ona görə də mütləq şəkildə izləmədə qalın. Növbəti videolarda görüşənədək. Sağ olun, salamat qalın.